Mənim əzizlərim, 22-28 dekabr həftəsi tərəzi bürcünü nə gözləyir? Gəlin ona baxaq. Tərəziləri bu həftə ərzində nələr gözləyir? Tərəzi bürcü elə bir bürcdür ki, o həm siyasətçidir, həm də romantikdir. İkisi birində olan bir bürcdür. İnsanların iç yüzlərini görmək, yalanlarını görmək, real olaraq, bu ola bilər iş yerində olsun, korporativ bir yerdə olsun, görəcəksiniz. Ani əsəbləşmə göstərir, yeni başlanğıc etmək istəyirsiniz. Əyləncəli bir zaman keçirməklə bağlı planlarınız var. Amma özünüzü belə ağır bir yük altında hiss edirsiniz. Amma kartlar sizə məsləhət görür ki, səbirli olun. Kimlərlənsə danışmaq, dərdləşmək ehtiyacınız var. Bu həftə bunu edə bilərsiniz. Sevgiyə ehtiyacınız var, qayğıya ehtiyacınız var. Başa düşülmək, dinlənmək istəyirsiniz. Və bu alınacaq, uğurlu göstərir. Tərəzilər üçün bu həftə sakit bir köşəyə çəkilmək göstərir. Çünki bəzi şeylər ki var həyatda, onları istəyirsiniz, bu aralar icra eləyəsiniz. Onlar olduğu kimi, istədiyiniz kimi getmir və bu sizdə aşırı düşünmə gətirib çıxarır və ikiləmlər, qərarsızlıqla qarşı-qarşıya qalırsınız. Əsas odur ki, fərqinə varırsınız, sanki yenidən oyanmışsınız kimi. Yəni, nəyin doğru, nəyin yanlış olduğunu artıq bilirsiniz. Düzdür, biraz üsyan edə bilərsiniz ki, niyə belə oldu falan. Kartlar sizə məsləhət görür ki, hər şeyi axışına buraxın. Keçmişə takılı qalmayın. Keçmişdə olanlar bağlayın, yəni o haqda düşünməyin. Səyahət düşünürsünüz. Bu, yaxın bir zamanda olan bir səyahət istəyirsiniz. İstəyirsiniz ki, keçmişi unutmaq və yaxud da nəyisə bağlamaqla bağlı harasa səyahət eləyəsiniz, dincəlmək istəyirsiniz, dəyişiklik istəyirsiniz həyatınızda. Deyirsiniz ki, artıq vaxtıdır. Dostlarla vaxt, zaman keçirəcəksiniz. Əməkdaşdır, korporativlər. Ümumiyyətlə, sosial olacaq tərəzilər üçün bu həftə. Görək, sevgi mesajı nə olacaq? Bir kart çəkəcəm. Uzaqlaşma qərarı ala bilərsiniz. Bəlkə də hər şey yolundadır. Sadəcə deyirsiniz ki, hisslərim, daxili hisslərim mənə deyir ki, biz bir müddət ara verək. Qarşı tərəfin az diqqət etməyi sizdə yəni uzaqlaşma hissini yarada bilər. Tərəzilər elə bir bürclərdir ki, daim istəyirlər diqqət mərkəzində olsunlar. Azacıq soyuqluq görən kimi uzaqlaşma qərarı ala bilirlər. Belə, bu qədər. Diləyirəm ki, bu yeni ildə heç kəs küsülü qalmaz. Hər kəs sevdiyi ilə bir yerdə xoş günlər keçirir.